Biləsuvarda ilk dəfə olaraq pilot layihə çərçivəsində xaricdən gətirilən qara kişmişi adlı yeni seleksiya üzüm tinglərinin 2 hektar sahədə əkininə başlanılıb. Bu ildən Biləsuvar rayonunda yeni nəsil qara kişmişli üzüm tinglərinin sınaq məqsədi ilə əkininə başlanılıb. Xaricdən gətirilən patent və müəlliflik hüququ olan bu yeni seleksiya üzüm sortu yalnız məhsuldarlığı ilə deyil, həm də iqlim dəyişikliklərinə davamlılığı, iqtisadi səmərəliliyi və bazar tələblərinə cavab verməsi ilə fərqlənir. Üzümçülük Biləsuvarın kənd təsərrüfatı üçün ənənəvi əkin növü sayılmasa da son illər fermerlər xaricdən gətirdikləri üzüm tinglərini təcrübə məqsədi ilə sınaqdan keçirirlər. Hazırda əkini həyata keçirilən gördüyümüz bu tinglər xaricdən gətirilən ən son yeni nəsil üzüm tingləridir və qara kişmişi sortu adlanır. Biləsuvarda ilk dəfə olaraq torpağa köçürülür. Yeni nəsilləri biz Azərbaycana gətirə bilsək, erkənci üzüm sortları var, orta yetişən üzüm sortları var, gec yetişən üzüm sortları var və rayonumuzun iqlim şəraitinə uyğun olaraq bu sortları əgər biz gətirib yetişdirə bilsək, ixracatla bağlı çox böyük nailiyyətlər əldə edə bilərik. Pilot layihənin ilk mərhələsi 2 hektarlıq sahədə həyata keçirilir. Məqsəd yerli iqlimə uyğunluq, məhsuldarlıq və iqtisadi səmərəliliyi ölçməkdir. Bunlar ola bilsin çox güclü inkişaf edən sortlar olsun. Ona görə 1 hektara bunun 2000 ədəddən aşağı olmayaraq tinglər əkiləcək və yeni modern sistemlə, pergola sistemi ilə inşallah suvarma sistemimizdə damcı suvarma sistemi olaraq qurulacaq burada. Bizim işimiz ondan ibarətdir ki, biz onu tənəklərin, böyürlərin vuruq ki, yanı yerə rahat otursun. Ona görə biz onu təmizləyik. Aqronom Əliqulu Hüseynovun sözlərinə görə bu tinglər xəstəliklərə qarşı daha davamlıdır və məhsul itkisi minimumdur. Digər üstünlüyü ondadır ki, 2-3 il ərzində məhsul verir. Üzüm bağları ilə bağlı bizə tez-tez müraciət olunur, yəni fermerlər müraciət edirlər. Biz də onları əkin sahələrindən aqrokimyəvi torpaq analizə götürürük, laboratoriya təqdim edirik. Laboratoriyadan çıxan analizin nəticələrini fermerlərlə bölüşərək, yəni tövsiyələrimizi veririk. Fermer bitkinin tələb etdiyi qədər, yəni normativ gübrələrdən istifadə edir. Son bir ildə rayonda üzüm bağları 2 dəfəyədək artırılaraq 22 hektardan 45 hektara çatdırılıb. Biləsuvarda başlanğıcı qoyulan bu pilot layihə uğurlu olarsa, yaxın illərdə Azərbaycanın müxtəlif bölgələrində yeni sort qara kişmiş üzümləri yetişdiriləcək. Bu isə həm daxili bazarda məhsul bolluğuna, həm də ixrac potensialına böyük töhfə verə bilər. Əyyub Məmmədov, Samir Qurbanov, Zahid Aydınoğlu, Biləsuvar.